Herkese salamlar. 2026-cı il üçün bildiyiniz kimi əmək haqqında gəlir vergisi dəyişikliyi var. Ona görə Gross'dan Netdən Gross cədvəlini sizə təqdim edirəm. Aşağıda linkdə yerləşdirəcək, kim sizə yükləyib istifadə edə bilər. Yaxşı hissəni doldursaz kifayətdir. Yaxşı hissə Gross 500 manat, şirkətin cəmi xərci 601 manat 50 qəpik. Və yaxud da Netə 442 manat 50 qəpik qeyd edilir, 500 manat. Yeni şey 500 manat net əmək haqqı almaq 568 manat sizə Gross əmək haqqı yazılmalıdır. Şirkətin cəmi xərci 681 manat. 2026-cı il üçün əmək haqqı cədvəlini növbəti videomuzda təqdim ediləcək. Sizə belə linkin üzərinə vurduqda belə açıldıqda burada fayl və Microsoft Excel kimi endirə bilərsiniz. Kompüterinizə